yeni Mi-35 hərbi helikopterləri. Bu, döyüş şəraitində istifadə oluna biləcək ən ideal helikopterlərdən biridir və müasir silahlarla zənginləşdirilir. Quru qoşunlarına dəstək, hava və yer hədəflərini məhv etmək üçün istifadə olunur. Bu helikopterin heyəti 3 nəfərdən təyin olunubdur. Təyyarəçi heyət komandiri oturur bu hissədə. Təyyarənin, helikopterin idarə olunmasına baxır. Pilotun yardımcısı, belə deyək, təyyarəçi operator bizdə deyilir. Təyyarəçi operator oturur ön hissədə, hansı ki, müəyyən naviqasiya işlərini və silah sisteminin tətbiq olunan zaman onların istismarına, onların nəzarətinə baxır və onlardan istifadə edir. Bir də olur təyyarə 3-cü heyət üzvü borttexnik atıcı. Borttexnik atıcı isə arxa tərəfdən təyin olunmuş qapıdan daxil olur və iş yerini tutur. Ümumilikdə helikopter daha gəncdir. Sıralarımızda, ordu sıralarında yeni olduğu üçün, daha müasir texnika olduğu üçün müasir silahlarla təmin olunur. Yeni Mi-35 zərbə helikopterləri müasir naviqasiya sistemi ilə də təchiz olunub. Helikopteri hər şəraitə uyğun asanlıqla idarə etmək mümkündür. Düşmən hədəflərini, uçan hədəfləri, yer hədəflərini bu qurğu vasitəsilə aşkar edir, görür və gündüz, gecə fərq etmədən, hava şəraitinin məhdudiyyəti olmadan o hədəfləri daha aydın şəkildə pilota verir. Helikopter düşmən hədəflərini məhv etmə və ideal hücum şəraitinə uyğun yeni silahlarla kompleksləşdirilib. Ön hissədə 2 lüləli GŞ-23 topu yerləşdirilib. Raket sistemləri isə 2 cürdür. İdarə olunmayan raket sistemi bu blok vasitəsilə burada yerləşdirilir. Bunlardan idarə olunmayan raketlər istifadə olunur. Burada isə idarə olunan raketlər, döyüş tətbiqinə uçduğumuz zaman idarə olunan raketlər istifadə olunur. Və idarə olunan raketlərin özəlliyi ondan ibarətdir ki, yəni adından məlum olduğu kimi birbaşa idarə olunur. Hədəfi tam tutub və belə deyək, raketimiz boş yerə getmir. Müasir helikopterlərin istifadəsi üçün ixtisaslaşmış pilotların hazırlanmasına da xüsusi diqqət göstərilir. Ali Hərbi Təyyarəçilik Məktəbini bitirən məzunlar burada təlimlərə cəlb olunur. Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq müvafiq şəkildə tələbələr bax bu cür burada uçuşlar həyata keçirirlər. Pilotların hazırlanması üçün müasir tələblərə cavab verən təlim mərkəzləri yaradılıb. Burada yeni Mi-35 zərbə helikopterlərinin virtual maketi də quraşdırılıb. Gənc pilotlarımız, yeni uçuşa buraxılan pilotlarımız, yəni imtahanı vermiş, yerüstü hazırlıq keçmiş pilotlarımız gördüyünüz Mi-35 vertolyotun trinajör aparatında uçuşlar yerinə yetirilir və ilkin olaraq bunda uçduqdan sonra, məqbullar verdikdən sonra real uçuşa icazə verirlər. Bir sözlə, hərbi hava qüvvələrinin gücünün artırılmasına xüsusi diqqət göstərilir. Gələcəkdə isə daha müasir silahların alınması planlaşdırılır. Vüsal Qaraca, Rəşad Məmmədov, Lider TV.